Yəni bir adam əziyyəti ilə çörəyini qazanırsa, pulunu qazanırsa, bu adam müqəddəsdir. Yəni hər kəsin fərqli işi ola bilər. Bu günlərin hər kəs eyni işdə çalışmaq məcburiyyətindədir. Biri memar olacaq, biri satıcı olacaq, biri usta olacaq, biri texnologiya şirkəti olacaq. Bu seçimdir, insanların seçimi var. Biz sadəcə insanların seçiminə hörmətlə yanaşmağı bacarmalıyıq. Biri musiqiçi olacaq, biri yaradıcı olacaq. Görün, həyat nə qədər rəngarəng, gözəldir. Yəni, hər kəs eyni mövqedə olmalı deyil həyatda. Biz bunu sadəcə qəbul etməliyik ki, həyatda insanlar fərqlidir, insanların davranışları fərqlidir, insanların seçimləri fərqlidir. Hər kəs əslində öz işində uğurludur. Yəni, qəhrəman, əgər sən bu günlərin özünü həyatda saxlayırsansa, özünü dolandırırsansa, missiyan, yolun varsa, sənin ən böyük nailiyyətdir. Yəni, bu günlərin bizdə mən belə görürəm ki, bir yetərsizlik sindromu var. Elə ki, hər kəs hər şeyin peşəkar olmağa çalışır. Belə, necə deyim də, mən bunu bilmirəmsə, əskillik yaşayır, əskillik sindromu var. Əslində, bu elə deyil yəni. Məsəl üçün, mən Çinə getdiyim zaman belə bir təcrübədən qarşılaşdım. Elə bil ki, bizdə, məsəl üçün, sən hansı bir cümləni səhv deyəndə və yaxud da rus dilində hər hansı bir ifadə eləməyəndə, bu zəif bilir kimi ifadələr də, elə bil ki, qarşı tərəf sənə hər zaman yargıdan yanaşır. Məsələn, Çinə getdiyim zaman baxdım ki, insanlar heç biri, məsəl üçün, ingilis dilində danışa bilmir, kontakt edə bilmir. Amma bunlar özlərini heç narahat hiss eləmirlər. Yəni, sadəcə aparat var, yaxınlaşdırır belə, orada Çin dilində danışır, burada sən ingilis dilində danışır. Yəni. Məsələ oldu, yəni, bundan bəsit yolu var, yəni. Hər zaman çarə var, yəni. Əsas olan bizim o çarələri aramamızdır ki, mən bu məsələni, bu problemi necə həll edə bilərəm. Və qarşı tərəfə heç vaxt o yetərsizlik sindromundan baxmaq lazım deyil. Çünki hər kəsin içində yetər qədər böyük bir qələbəsi, savaşı var, yəni, belə deyim.